Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bugün hər il MİQ və sertifikasiya imtahanına düşən bərabərsizlik mövzusununla bağlı son 6 ilin rəsmi qəbul suallarının ətraflı izahını sizlərə təqdim edirəm. Son 6 ildə hər il ard-arda bu sualın düşməsi buna əsas verir ki, növbəti MİQ və sertifikasiya imtahanlarında da mütləq bu mövzu ilə bağlı sual sizin qarşınıza çıxacaq. Baxaq, 10 böyükdür x böl 3 çıx 4 böyükdür 2 bərabərsizliyinin neçə natural həlli var? Dəyərli müəllimlər, əvvəlcə biz nəyə fikir verək? Gözümüz bərabərsizliklərdə necə öyrəşib? Baxın, tutaq ki, x 2 qat bərabərsizlikdə x böyükdür 3 kiçikdir 5. Bu əlavə bir nümunədir. Biz daha çox belə öyrəşmişik də kiçikdən böyüyə doğru. Amma bu belə də yazıla bilər də 5 böyükdür x, bu da böyükdür 3. Bununla bu eynidir, eyni güclü bərabərsizlikdir, eyni şeydir. Amma biz birinciyə daha çox öyrəşib gözümüz. Ona görə mən bunu kiçikdən böyüyə doğru yazıram. Necə yazacağam onda? Baxın. Yazacağam burada x böl 3 çıx 4 kiçikdir 10. Elə bil burada bu ifadə böyükdür 2-dən kiçikdir 10-dan, yenə də bu ifadə böyükdür 2-dən kiçikdir 10-dan. Belə olanda bizim baxışımız da rahat olur və həll üsulumuz asanlaşır. Bunu bu formada yazırıq. İndi gəlirik həll qaydasına. Bu bərabərsizliklər 2 qat bərabərsizliyi adlanır müəllimlər. Mən çalışacağım bir də ibtidai sinif müəllimləri üçün olduğundan bu izah ibtidai dildə danışım. Yəni məsələn yuxarı sinif şagirdləri eləcə də müəllimlər baxıb deyə bilər müəllim hər tərəfə üstəgəl 4 əlavə elədik. Tamam, bu qaydanı sən artıq bilirsən, amma ibtidai sinif müəllim üçün daha rahat. Baxın, burada bu çıx 4 var ha dəyərli müəllimlər. Bu çıx 4-ü sola və sağa keçirdəcəyik və özü buradan silinəcək. Başqa cür desək hər tərəfə müsbət 4 əlavə edirik. Nə qaldı burada? X üstəgəl, x bölünsün 3. Burada böyükdür, burada kiçikdir. 4 bu bir tərəfə keçir, onunla toplanır 14 eləyir. Bu tərəfə keçir 2 ilə toplanır eləyir 6. Bir də təkrar edirəm. Baxın, ortada çıxma olanda sağa sola toplamasından keçir. Elə bil bərabərlikdə sağa sola keçən işarəsini dəyişir. Burada da bərabərsizlik işarəsində. Və özü də buradan yoxa çıxır. Çıxmadısa toplamasından, toplamadısa çıxmasından. Yenə eyni qaydada davam edirik. Məqsədimiz ortada x-in qalmağıdır. Burada böl 3 var. Bu böl 3 bu bir tərəfə də keçir. Bu bir tərəfə də keçir. Nə ilə? Vurmasından. Yəni işarə əməl əksinə dəyişir. Bölmə vurma ilə, vurma bölmə ilə, toplama çıxma ilə, çıxma toplama ilə. Onda qalacaq. X kiçikdir. 3-ü vuracaqsan 14-ə eləyəcək burada 42. 3 bu bir tərəfə keçəcək olacaq 18. Yəni x böyükdür 18-dən, kiçikdir 42-dən. Baxın, bax mən bunu aldım. İndi deyir neçə natural həlli var? Prinsip olaraq bəlkə də burada saya bilərsiniz. Amma müəllimlər bu uzun ola bilər. Məsələn burada x böyükdür 18-dən, kiçikdir 64-dən. Bir-bir bunu saymağımız kifayət qədər vaxt alar. Birinci şərti ödəyən ədəd 19-dur. Sonra məsələn 20, 21, ən sonuncu da gəlir 41. Mən sənə deyirəm ki 19-dan 41-ə kimi ikisi də daxil neçə dənə ədəd var? Nə demişdik ki, sayt düsturunda? 41-dən çıxırsan 19-u, üzərinə gəlirsən 1-i. 41-dən 19-u çıxanda qalır 22. 22-nin üzərinə 1 gələndə elədi 23. Doğru cavab B variantı. İndi bu birinci sual idi. Tam biraz geniş izah elədim. Keçək dəyərli müəllimlər. İkinci sualımıza, yəni 2021-in qəbul sualına. Baxın, burada bərabərsizlik dediyimiz kimi bizim gözümüzün öyrəşdiyi, ibtidai sinif müəllimlərinin gördüyü tipdə verilib. Böyükdür 3-dən, kiçikdir 13-dən. 2021 rəsmi qəbul sualıdır. Burada nə edəcəyik dəyərli müəllimlər? Az öncə yuxarıdakı sual kimi dedik ki, ortada çıxma varsa sağa sola toplamasından keçir. Çıx 17, bu bir tərəfə də çıx 17 toplama ilə, bu bir tərəfə toplama ilə. Başqa cür desək, hər tərəfə üstəgəl 17 gəlirik. Yəni orta çıx 17 varsa sağa sola toplamasından. Burada üstəgəl 17 olsa sağa sola çıxmasından keçərdi. İndi müəllimlər baxırıq. Aha. Daha doğrusu burada çıxdı da bu. Aha. Qaldı burada 2x. Böyükdür. 17 bu bir tərəfə keçdi, 20 elədi. Yəni 3-ün üzərinə 17 gəldik. Bu bir tərəfə keçdi, elədi 30. Hər tərəfini 2-yə bölək. Hər tərəfini. Burada vurma vardı. Elə bil 2 vuraq x. Bayaq yuxarıda necə idi? Bölmə var idi. Baxın, sağa sola vurmasından keçdi. İndi burada vurma var, sağa sola bölməsindən keçir. Bax, məntiq budur. Məqsəd nədir? Ortada x-in qalmağı. Böyükdür, 20-ni 2-yə böldüm. 10, kiçikdir 15. İndi dəyərli müəllimlər bizə deyir ki, natural həllərinin cəmini tapın. Yəni bu bərabərsizliyi ödəyən. Ondan böyük ədədimiz 11, 12,
13, 14. Bunların da cəmi 11 ilə 14, 25, 25 hamısını toplasaq cəm eləyər 50. Yəni bunları toplayırıq da başqa cür desək. Baxın 50 elədir. Doğru cavab D variantı. Növbəti 2022-ci ilin qəbul sualıdır. 196 bölünsün 4 kiçikdir 2x çıxılsın 3 kiçikdir 354 bölünsün 6 bərabərsizliyini ödəyən mümkün natural ədədlərin cəminin 6-da 5 hissəsini tapın. Necə ki, tənlikdə müəyyən bir hissədə hesablama var idisə, o hesaplamanı biz tam yerinə yetirib aradan qaldırırdıq. İndi burada solda və sağda görürük ki, yerinə yetirəcəyimiz iş var. Nədir? 196 bölünsün 4. Bunu dərhal bölək. 196-nı 4-ə böləndə elədi 49 eləyir. 4 dəfə 9, 36, bəli. Kiçikdir 2x çıxılsın 3. Kiçikdir 354-ü də 6-ya bölək. Bu düşər 59. 9 dəfə 6, 54, 5 yadda. Aha, bəli. İndi müəllimlər artıq gətirdik standart tipə. Yəni 22-ci sualını artıq 21-ci sualına uyğunlaşdırdıq. Yəni bu tipdədir. İndi yenə davam edirik. Çıx 3 bu bir tərəfə keçir, bu bir tərəfə keçir, toplama ilə əvəz olunacaq. 2x böyükdür 49-un üzərinə 3 gəldi, elədi 52. Kiçikdir 59-un üzərinə 3 gəldik. Daha doğrusu biz burada düz elədik də. 52 buradan da kiçikdir 62. Hər tərəfini 3 gəldik. İndi müəllimlər nə edəcəyik? Hər tərəfini 2-yə böləcəyik. X böyükdür çünki vurma var burada. 52-ni 2-yə böləndə 26 kiçikdir 31. Maksimum şəkildə sadələşdirdik. Bəli. İndi bu araya yerləşən ədədlər hansılardır? X-in ala biləcəyi qiymətlər 27-dir, 28-dir, 29-dur, 30-dur. 31 kiçikdir, bərabərdir olsa özü daxil olardı. Bizdən bunların cəmini soruşur. Toplasaq, elə hamısını toplayaq. 27 üstəgələ 28, üstəgələ 29, üstəgələ 30. Bərabərdir 57, 57, 114. İndi bu cəmin 6-da 5 hissəsini bizdən təzədən soruşur. 114-ün 6-da 5-i ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Burada da 114-ü 6-ya bölüb 5-ə vursaq 19 eləyər, 19-u 5-ə vuranda 95. Deməli, doğru cavab C variantı. Növbəti 2023-cün rəsmi qəbul sualı bərabərsizliyin ən böyük natural həlli ilə ən kiçik natural həllinin hasilini tap. Gəlin həll eləyək. 5x üstəgələk 4 böyükdür 28-dən, kiçikdir bərabərdir 44-dən. Bundan öncəki suallardan fərqli olaraq dəyərli müəllimlər, burada çıxma yox, burada nə var? Burada toplama var. İndi toplama sağa sola çıxmasıyla keçəcək. Qalır 5x kiçikdir bərabərdir 44-dən 4-ü çıxdıq 40. Bu tərəfə də çıxmasıyla keçir. 28-dən də 4-ü çıxanda qalır 24. Baxın, sanki hər tərəfdən 4 çıxırıq ki, 4 yoxa çıxsın. Və ya çıx 4 olsa hər tərəfə 4 gəlir ki, 4 yoxa çıxsın. Bax, məntiq bundan ibarətdir. İndi müəllimlər, x böyükdür. Burada onluq kəsilən alınacaq, heç bir narahatçılıq yoxdur. 24-ü 5-ə böləndə nə qədər eləyir? 24-ü 5-ə böləndə eləyir 4,8. Kiçikdir, bərabərdir. 40-ı da 5-ə böləndə 8. İndi ən həlli ilə ən kiçik natural həlli, ən böyük və ən kiçik. Burada çalışıb müəllimlər bəzən 4 götürür. Müəllimlər, bunu sizə kiçik bir nümunədə göstərim. Ədəd oxunda baxın. Ədəd oxunda necə gedir? 4-dür, 5-dir. 4,8 təxmini bura düşür. 4,8-dən böyük natural ədəd artıq 5-in özü olacaq. Aydın oldu. Ona görə diqqətli olun. 4,8-dən böyük deyirsə, 4,8 təxmini bura düşürsə, ən kiçik natural 5-dir. Onda ən kiçik 5-dir, ən böyük də 8-dir. Niyə 8? Bu kiçikdir 8 deyil. X kiçikdir 8 olsa 7 götürərdik. Amma kiçikdir bərabərdir 8 olduğuna görə 8-in özü bizim şərtimizə daxildir. 5-i də vurursan 8-ə, hasilini dediyinə görə 5 dəfə 8 elədi 40. Doğru cavab A variantı. Növbəti 2024-ün qəbul sualına baxırıq. 498 böyükdür adam, bu da böyükdür 15 vurulsun 20-dən. 15-i 20-yə vuranda nə qədər eləyir müəllimlər? 300. Yəni 498 böyükdür A, bu da böyükdür 300.
Müəllim bunu gözümüzün öyrəşdiyi tipdə yazaq. Yazaq. A böyükdür 300-dən, yəni kiçikdən böyüyə doğru yazaq da. 300-dən kiçikdir 498-dən. Rahat. İndi A-nın ala biləcəyi ən kiçik qiymət 300-dən böyük. Burada deməli müəllimlər, burada üzr istəyirəm. Burada böyükdür, bərabərdir olmalıdır. Böyükdür, bərabərdir. İndi müəllimlər, burada 300-dən böyük bərabər 498-dən kiçik olan. A-nın ala biləcəyi ən kiçik qiymət 300-dən böyükdür, bərabər olduğuna görə A-nın qiyməti ilə 300 eləyəcək. Burada da bu formada yazaq. 300-dür. A-nın qiyməti 300-dür. Bəs ən böyük 3 rəqəmli cüt ədəd. Ən böyük 3 rəqəmli cüt ədədimiz 998-dir. Müəllim, rəqəmlər eynidir. Olsun. Bizə rəqəmləri fərqli şərtini verməyib. Və bunların fərqi deyir. 998-dən 300-ü çıxıram. Qalır 8, 9, 698. Doğru cavab elədir. C variantı. Növbəti və gördüyünüz kimi müəllimlər 2024, 2025, hətta 2023 əvvəldən sadədir. Sanki bərabərsizlik Katerdə də belə oldu da keçən dəfə qəbul sualları. Get-gedə mövzular üzrə suallar sanki sadələşib. 74,2-dən 3,2-ni çıxanda nə qalır? 71. Alt-alta çıxanda bonluq kəsirlərlə bağlı dərslərimiz var. 2-dən 2 0, vergüldən sonra 0 mənası qalmır. Burada qalır 71. Deməli, x böyükdür 71-dən, kiçikdir, bərabərdir 80-dən. X-in yerinə yazılacaq tam ədədlərin ən böyük fərqini tapın. Burada bərabərsizliyin qayda qanunu bilməklə yanaşı, fərqin ən böyük qiymətini də tapmaq, ədədlərin ən böyük fərqi necə tapırdıq? Ən böyük fərqi tapmaq üçün ən böyük ədəddən ən kiçik ədədi çıxırdıq. Yəni azalanımız ən böyük olurdu. İndi burada bizim ən böyük ədədimiz 80-dir. Çünki kiçikdir, bərabər deyəndə x-in ən böyük qiyməti 80-dir. Ən kiçik qiymət isə 71-dən böyük olan ədəd. Yəni 72. Yəni bizim bu şərtimiz 72, 73 ən böyükdə 80-də qalır. Və bunların da fərqi elədi 8. Doğru cavab D variantı. Yəni burada bərabərsizliyin qayda qanunu bilməklə yanaşı, fərq nə zaman ən böyük qiymət alır? Ən böyük ədəddən ən az ədədi çıxmaq şərti ilə. Bu qədər. Dəyərli müəllimlər, hər birinizə uğurlar arzulayıram. Bax, nə qədər vaxtımız gedir? 12-13 dəqiqə, maksimum 15 dəqiqədə qəbul suallarını. Siz bu 14 dəqiqənizi, 15 dəqiqənizi sərf eləməklə, əminliklə deyirəm, biraz da indi bazanız varsa da sizin artıq bərabərsizlik mövzusuna ehtiyac yoxdur. Yəni, ibtidai sinif müəllimlər üçün bərabərsizliyin artıq tam mahiyyətini dərk edib öyrəndiniz. Hər birinizə uğurlar arzulayıram. Rəy bölümündə yazarsınız neçə səhv, neçə düz olduğunuzu. Növbəti izahlarda görüşərik. Hələlik.